Oğlanla elə anasının salonunda işlədiyi yerdə tanış oldum, belə yaxşı oğlan. Dedim, götür gəl oğlanı da görək də. Dedi, hə, olar, istəyirik. Dedim, mən olmur. Gəldilər, gördüm, normal bir oğlandır. Həqiqətən onu sevir, istəyirlər, bir yerdə olsunlar, ailə olmaq istəyirlər. Və biz öz dəstəyimizi göstərdik. Deyilənlərə görə çox gözəl bir toy olub. Biz cəmi 150 nəfər dəvət eləmişdik. 350 nəfər gəlmişdi. Yəni, biz gözləmirdik ki, o qədər insanlar mən də gəlirəm deyəcək. Bu, gənclərə böyük bir dəstək idi. Çünki cəmiyyət də bunu görməklə əlavə həm də bir motivasiya olunur gənclər. Ki, ailə demək gözəl bir hissdir ki, buna dəyər verən insanlar var, bunu dəstəkləyən insanlar var. Bir qızın xeyir-dua ilə evdən çıxarılmasından gözəl heç bir qürur yoxdur. Mən o öz evimdən çıxartdım. Ümumiyyətlə, mən əhd eləmişəm ki, nə qədər sağam, mənim yanımda uzun müddətli qalıb və ailə quran qızların hər biri mənim evimdən gəlin köçsün. Mənim qızım yoxdur, onlar mənim qızlarımdır.